Herkese salam kanalıma ve yeni vloguma hoş gelmişsiniz. Bugün vlogu artık gün ortadır. İndi başlattım. İndi yemeği pişirirəm. Filemi de orada doğramışam. Valide burada qaşıqlarla oynayır. Filemi burada doğradım. Göbəklərimiz de var. Bir de qalanski pendiri de koymuşam oraya. Birazdan rəndələyib tökəcəm. En sonunda tökəcəm. Bir de qaymağımız var orada. Jülyen hazırlayacağım ama bilmirəm. Yanında qarnir olaraq nə hazırlayayım? Ya makaron eləyərəm, ya düyü. Bəlkə vermişir də ola bilər. Baxacağım da görüm, nasibimə görə, keyfimə görə hansını istəsəm, onu da eləyərəm, amma əsas jüliyeni hazırlayayım. Daha sonra qarnirini düşünərəm. Mən ki, belə qızlar, vlogu başlatdım. İnşallah davamı da gələr. Bugün istəyirəm şirniyyat bişirim. Xəmir yoğuramı artıq sınayım. Əsas yeməyi bişirim birinci. Uşaqların da soğusu falan var yeməkləri. Sonra artıq şirniyyatı bişərik axşam tərəfi. Voltdan indi kakao alacağım. Kakao bitib. Dedim elə Voltdan vurum gətirsinlər. Burada da bir dənə bir şey var ki, gərək minimum 20 manatlıq sifariş vurasan, yoxsa yəni çatdırılma eləmirlər. Ona görə məcbur indi evdə yaşıl çay falan, yəni belə şeylər də əlavə eləyəcəm ki, 20 manat da olsun. Uşaqlar da həyətdə oynayırlar burada. Yəni sifarişi vurum, gətirsinlər. Daha sonra da şirniyyatımı bişirim. İstəyirəm spoonful eləyəm. Neçə vaxtda spoonful eləmirəm. Gedim ondan eləyəm. Qəşəng dadlı olur o da. Sifariş elədim qızlar. Əsas kakaoya görə bu qədər şeylər aldım. Bəzilərini 2-2 aldım ki, onsuz da evdə olsa da, yəni ziyanı yoxdur. Berqanın yaşıl çayını götürdüm. 2 dənə çiko, simçika arada çıtlayırıq. Ən sevdiyimiz simçikadır son vaxtlar. 3 dənə ondan əlavə elədim. Bir də Mehmet Efendi Türk kofesi dəhşət bahalanıb. 5 manat aldım bir dənəsini. Bir də 2 dənə də süd əlavə elədim səbətə ki, həm pul tamamlasın, həm də evdə olsun. Aslında şirniyyat bişirəcəm. Lazım olacaq. Yəni belə indi sifariş elədim, yəqin ki, birazdan gələr. Sifarişi yerləşdirdim qızlar, amma qeyd olundu ki, simçika, yəni günəbaxan tumu və orada puding əlavə eləmişdim. Onlar bitib. Əslində kartımdan onların pulu çıxılmışdı, amma məhsul ləğv olunduğuna görə pulu geri qaytarmalı idilər. Hələ qaytarmayıblar. Dəstək xidmətinə yazdım, qaytaracaqlarını qeyd elədilər. Voltun da bu yanını sevmirəm ki, bəzən məhsul bitəndə yenə də sistemdə göstərir. Mənim özüm marketə çıxa bilmədiyim üçün, yəni yoldaşım icazə vermədiyi üçün çıxmıram marketə falan. Voltun olmağı, belə bir funksiyasının olmağı yaxşıdır, amma bir tərəfdən də insan tərəddüd edir növbəti sifariş eləməyə. Çünki həm dediyim kimi məhsul olmadığı halda sistemdə göstərir. Sifariş eləyirsən, bəzən onu ləğv eləyirlər. Kartdan da pulunu çıxırlar qabaqcadan. Daha sonra karta yenidən o pulun qayıtmağı hardasa 4-5 gün çəkir. Yəni ki, belə bir tərəfdən yaxşıdır, bir tərəfdən də pis. Mən də elə sifarişi verdikdən sonra başladım kremimi hazırlamağa. Zavarnoy kremi hazırladım. Ən sonda qarışdıra bişirdim və köpüklənən kimi altını söndürdüm, qoydum soyumağa. Bir-iki dənə məhsul bitmişdi qızlar. Ona görə qoymamışdılar. Orada da qeyd eləmişdilər ki, məhsullar bitib. Əsas olanlar budur. O simçika, bir də puding almışdım ki, hazır puding istifadə eləyərəm. O bitmişdi. Belə yaxşı ki, 2 dənə kakao götürmüşəm. Əsas olan şeylər gəlib. Belə. Şimdi bunları yerləşdirim. İşlərimə davam edeyim. Hamısı da birlikdə çox 21 manat.
Xəmir yoğuranımı da ilk dəfə istifadə elədim qızlar və çox bəyəndim. Bir dənə şeyi bəyənmədim ki, alt hissəsində vakuumu var. Düzdür, bu bir tərəfdən yaxşıdır ki, qarışdıran zaman mikser yerindən oynamır. Amma bir tərəfdən də pisdir ki, lazım olanda tərpətməyi çətin olur. Misal üçün mən arxada istifadə elədim, amma bəzən olurdu ki, qabağa da çəkmək istəyirdim. Onda da çətinlik çəkirdim onu qabağa gətirəndə. Yəni harda qoydunsa orada da qalacaq. Onu tərpətmə niyyəti ilə gərək qoymayasan. Pudinqi də almışdım əslində Voltdan, amma gəlmədiyinə görə özüm hazırladım. Birinci balaca qazanda qarışdırdım. Gördüm ki, yox, qazanım balacadır. Daha sonra keçirtdim böyük qazanıma. Bu da üzəri üçün hazırladığım pudinq. Siz adi plitkanı da əridib istifadə edə bilərsiniz. Yəni spoonful rahat bir şirniyyatdır. Sadəcə mən onun üstündəki o pudinq dadını sevirəm. Ona görə pudinq hazırlayıram. Gördüyünüz kimi artıq köpüklənir. Biraz sadəcə istəyirəm qatılaşsın. Məncə soyandan sonra qatılaşacaq. Altını söndürdüm. Bir dənə kremim qalıb. Bu hazırdır, soysun. Kremi də qoymuşam soymağa. İndi qatılaşdığımız südü kərə yağı ilə qarışdırıb digər zavarma kremi də ona əlavə edəcəm, qarışdıracağım. Burada da keksim bişir qızlar. Ortalıqda dağılır. Belə bir qarışdırıcının olmağının rahatlığını burada hiss elədim qızlar. Əslində zavarma krem hazırlayarkən həmin bu kərə yağını ağarana kimi çırpmaq mənə yorucu gəlirdi. Nə qədər insan mikseri əlində tutub onu ağarana kimi qarışdırardı, amma xəmir yoğurana atdım. Dalıca da ağarana kimi çırpdı özü. Sonra qatılaşdırılmış süd əlavə elədim. Onu da çırpdı, qarışdırdı. Daha sonra da zavarma bişirdiyim həmin o kremi də əlavə elədim. Onu da qəşəng qarışdırdı. Yəni ki, çox rahat hazırladım bu dəfə. Özümə də xoş gəldi. Daha sonra hazırladığım keksi də doğrayıcı ilə qarışdırdım. Xırda hala gətirdim. Onun da yuxarısında belə bir yeri var ki, ərvizdəki ərzaqları oradan ata bilirsiniz. İçəri tökülür və doğrayır hamısını. Daha bir də qapağını açıb içərisini doldurmağa ehtiyac olmur. Elə üzərindən tökürsüz hamısını. Bunu da rahatçılığına görə bəyəndim. Bir şey səhv elədim ki, qızlar, mən həmişə bu spoonful hazırlayanda ayrı-ayrı balaca qablarda hazırlayırdım. Qapaqlı qara qablarım var. Onun içinə tökürdüm və elə hazırlayırdım. Amma bu dəfə nədənsə bu borcamın içində hazırladım. Əlbəttə nə oldu? Axırda görəcəksiniz. Sinir krizi geçirirdim onları götürəndə. Əslində qablarımda hazırlayanda porsiyalıq olurdu. Hər kəsin qabağına qoyurdum. Hamı yeyirdi, yeyə bildiyi qədər. Yeməsəydi də qapağını bağlayıb yenidən soyuducuya qoya bilirdim. Amma həmin bu borcamda elədiyimə görə həm ilk dəfə kəsəndə hələ özünü tutmadığı üçün belə əməl başlı dağıldı. Görüntü olaraq heç xoş görüntüsü yox idi. Həm də əlavə qab batırmış oldum. Çünki hər dəfə kəsib başqa bir qaba qoyuram ki, yesinlər. O baxımdan özümü işə salmış oldum. Bir də belə eləməyəcəm. Ən azından bunu artıq öyrəndim ki, gələn dəfə yenə hazırlasam, həmin o qablarımın içində hazırlayacağam. Çox heyif, gözəl bir görüntü əldə edə bilmədim sunum eləyərkən və istəyərdim ki, maraqlı bir şəklini çəkim. Yəqin ki, kapaq rəsmində də köhnə şəkillərdən istifadə eləyərəm artıq ya da Google-dan tapıb bir şey qoyaram. Heç nə də dağıldı. Nə olacaq? Gəl. Gəl var. Və qızlar, mən Sephora sifarişimi açdım. Hər biri çox gözəldir. Daşlı almışam. Hər birini bəyəndim qızlar. Bu diyorları artıq neçə vaxt ki istəyirəm. Burada birinci istədim premium versiyasını alım. Qıymırdım bu qədər pul verməyə. Sonra sağ olsun yoldaşım. Dedim eyb yox. Alım. Bir dənə highlighterım olsun. Amma bilim ki normal bir highlighter markasıdır. Bir də bu məşhur olan belə bir Anastasia'nın Peachy Nude adlı bir pomadasını aldım və həqiqətən çox gözəldir. Belə bir yəni tekstura yoxdur da qızlar. Həm matdır, həm də ki dodağı qurutmur. Hal-hazırda çəkmişəm. Həyəcandan heç bunun qoxusuna da baxa bilmədim. Orada Sephora'da seçimlər verilir ki, hansı ətri seçirsiniz. Seçimlərin arasında bir bu ətir var idi xanımlara görə. Bir də belə bir tonik var idi. Yəni götürmüş oldum bu ikisini. Qoxusu da gözəldir. Məncə almağa dəyər. Yoxlayacağım bunu. Baxacağım bunun qiymətinə. Görüm əgər münasib olsa alaram. Məncə çox gözəl qoxusu var. Belə fresh bir qoxusu var.
Və qızlar. Sephora'dan da sifarişim bu qədər idi. Bugün belə bir yorum gəlmişdi ki, Allah sizdən gözəlliyi əsirgəyib, ona görə belə kosmetikalar alırsınız ki, nə bilim, yəni güyəndə mən Allah məndən gözəlliyi əsirgəyib, mən bu kosmetikalarda tapıram çarəni ki, özümü gözəlləşdirim. İndi hər kəsin gözəlliyi anlayışı fərqlidir. Kiminə mən gözəl gələ bilərəm, kiminə də çirkin gələ bilərəm. Bunu, yəni, necə deyərlər, takmıram da. Bu yorumu bu dərəcə, yəni bu yorumu bu tərəfdən o qədər də mənə təsir eləmədi. Amma xanım həm qeyd edir ki, siz qarasız, həm də qocasız. Gedin özünüzə qızıl alın, qızıl taxın. Bu işdə elə cavanlara yaraşır. Siz qocasız, gedin qızıl alın. Yəni siz məni tanımırsınız, hətta siz də demək istəmirəm o xanıma, sən məni tanımırsan, görməmisən, bilmirsən mən gözələm, deyiləm, qarayam, yoxsa ağam və yaxud sarışınam. Yəni, mənə çox adam deyir ki, sənə 30 yaş vermək olmur. Yəni, həqiqətən də mən heç vaxt özümə 30 yaş verməzdim, əgər qarşımdakı mənə oxşar bir insan olsaydı, mən heç vaxt 30 yaş verə bilməzdim. Yəni, sən məni tanımadan, eləmədən mənim haqqımda bu cür danışmağın düzgün deyil. Hə, bir də qeyd edib ki, sizə yazılan gözəl sözlərə aldanmayın. Yanımda sizə lağlağı edib, sonra bəhbəh yazanları görürəm. Bu xanıma demək istəyirəm ki, itürər, karvan keçər gözəl xanım. İndi siz məni gözəl görmürsünüz, amma mən sizə gözəl deyim, deyib yox, yaxşı. Əsas odur ki, onlarda o cəsarət yoxdur ki, mənim üzümə nəsə qayıdıb desinlər. Və mən əlbəttə ki, hər bir rəyə cavablayacağam. Mənə xoş yazana xoş cavab verəcəm. Məni tənqid edənə niyə belə düşündüyünü və yaxud bunun düzgün olmadığını qeyd edə bilərəm. Ya da ki, hər hansısa bir görsən düzgün bir tənqiddir, qəbul eləyərəm, deyərəm ki, bəli, düzsüz, çox sağ olun, nəzərə alacağam gələn dəfə. Təhqir o öz yerində, onu artıq başqa cür həll eləmək lazımdır mənim düşüncəmdə. Amma yəni o demək deyil ki, siz mənə artıq əskinnisi yazmalısınız və mən sakit durmalıyam. Siz mənə qoca deyəcəksinizsə, bunun cavabını da alacaqsınız. Məni tanımadan, məni qara, çirkin kimi qələmə verib nəsə rəy yazacaqsınızsa, əlbəttə ki, bunun cavabı da olacaq. Sırf bu xanıma görə demirəm, ümumiyyətlə bəzi izləyiciləri xəbərdarlıq eləyirəm ki, yəni bu həyatda hər şey qarşılıqlıdır. Gözəl sözlər yazacaqsınızsa, gözəl cavab alacaqsınız. Yox, əgər başqa tərzdə danışmaq istəyirsinizsə, o zaman onun qarşılığı da olacaq. Həm mənim tərəfimdən, həm də ki, karma deyilən bir şey var. Kimə nə edirsənsə, onu yaşamadan bu həyatdan köçməyəcəksən deyə bir qanun da var. Ona görə də xanımlar, gəlin bir-birimizə ancaq gözəl sözlər deyək. Pis belə olsa, bir-birimizi motivasiyadan salmayaq. İnanın, qarşınızdakı insana xoş sözlər dedikcə sizin də gününüz gözəlləşəcək. Arada belə boş-boş şeylər gəlsə də, əlbəttə ki, fikir vermirəm. Alışverişim də bu qədər idi. Bugün demək olar ki, heç nə çəkməmişdim. Elə bu Sephora sifarişim gəldi. Biraz keyfim, əhvalım yerinə gəldi mənim də. İndi növbəti gündən də çəkilişlərimə davam edəcəm. Good morning qızlar. Yeni bir gündən salam. İstədim gəlin biraz makyaj edeyim. Yeni aldığım məhsullar da biraz buna motivasiya verdi. İndi qaş sabitləyici olaraq bunu işlətdim. Sırf yəni bitirmək üçün işlədirəm. Keçən dəfə bir izləyicim 1-2 dənə markanın məhsulunu tövsiyə eləmişdi. Onları mütləq alacağam. Dediyinə səsim tutulub. Dediyinə görə həm münasibdir, həm də çox gözəl sabitləyir. Dəfələrlə göstərmişəm ki, mən də ancaq bunu bəyənərək istifadə edirəm. Üzümə tonal krem çəkməyəcəm, ancaq göz altlarıma konsilerlə bərabərləşdirəcəm rəngini. Ona görə də bunu işlədəcəm indi. Nəmləndirici çəkim birinci, sonra SPF, sonra da göz altımız konsilerlə keçib pudra ilə sabitləyəcəm. Bir də ki, duş olaraq da son vaxtlar nəsə buna əlim gedir. Əslində bunu ilk başda bəyənməmişdim. Çox belə qəribə bir şəkildə həm yaş eləmişdi kipriklərimi, həm də uzatmamışdı. Amma 2-3 dəfə də artıq istifadə edirəm. Normaldır və çox gözəl də qıvırır, uzadır. Belə, bronzer olaraq da bilmirəm, əslində bununla da gözlərimə nəsə çəkə bilərəm. Niyə almışam da, yəni məncə istifadə edeyim bunu da. Bronzer olaraq da bunu istifadə edəcəm bugün. Belə qızlar, və bunu da işlədim. Görüm gün ərzində dodağımda necə qalacaq. Çünki hələ səhər yeməyi yeməmişəm. Görüm dodağımda necə qalacaq bu. Belə qızlar, mən indi makyajımı edeyim. Daha sonra birlikdə ev niyə belə səssiz deyə soruşsa, uşaqlar bağçaya göndərmişəm. Bugün istəyirəm dırnaqlarımı biraz sərgiyə salım. Görüm
əgər həvəsim olsa, düzdür, Temudan aldığım dırnaq məhsulları hələ gəlməyib, amma görək də, əgər həvəsim olsa dırnaqlarımı sərgiyə salacağam. İndi isə mən başladım. Bura kimi izləmisinizsə və hələ də kanalıma abunə deyilsinizsə, gərək onda sizdən küsüm. Mənə dəstək olmağı unutmayın. Kanalıma abunə olun, zəhmət olmasa. Dəstəyiniz əlbəttə ki, çox önəmlidir. Sizlərin abunə olmağınız və videonu da like eləməyiniz mənə çox böyük bir motivasiya verir. Ona görə də abunə olmağı və bəyənməyi də unutmayın. Axırıncı dəfə dırnaqlarımı bağda olanda yeniləmişdim və demişdim ki, dırnaq ustam bu videoya baxmasın. Yenə dırnaq ustama səslənmək istəyirəm. Əgər izləyirsənsə, zəhmət olmasa videodan çıx. İnşallah çağıracağam. Bir ara gəlsin dırnaqlarımı qəşəng düzəltsin. Çünki mən keçən dəfə düzəltdiyim dırnaqlar bilmirəm niyə saçıma dolaşırdı. Saçım ilişirdi ora. Dib hissəsindən nazik çəkirdim yəqin ki. Və artıq biraz uzanan kimi saçlarım dırnağıma ilişirdi. Amma dırnaq ustam eləyəndə belə bir problem olmurdu. İnşallah bir gün vaxt eləyib Ləman xanımı çağıracağam. Gəlsin dırnaqlarımı düzəltsin. Çünki çox qəşəng səliqəli düzəldir. Bəyənirəm onun əl işini. Amma dizayn olaraq öz elədiyim dizaynı daha çox bəyənirəm. Düzdür, buna saatlarla vaxt getsə də yenə də sevirəm. Həm sevirəm dırnağımın üstündə şəkil çəkməyi falan. Həm də ki, ən sondakı görüntü mənə çox xoş gəlir. Bəlkə də bu sənəti sırf dizayn eləmək üçün iş halına çevirə bilərəm. Yəni təkcə mənə dizayna görə gələn müştərilərim olsa sevə-sevə qəbul eləyərdim hamısını. Yoldaşım eşitməsin bunları. Xoşu gəlmir mən hər hansısa bir işlə məşğul olanda. Ümumiyyətlə, yəni istəsəm hər hansısa bir məhsulun satışı ilə də məşğul ola bilərəm və yaxud xaricdən hər bir yerə əlim çatır, istədiyimi zakaz edirəm. Onların satışı ilə də məşğul ola bilərəm, amma əlbəttə ki, yoldaşım icazə vermir, sevmir elə şeyləri. Adicə bu YouTube-un pulunu çıxartmaq deyirəm. Bu sənət işlərini həll elə, YouTube-dan gələn qazancımı çıxardım, xərcləyim. Tiqo qalıb əl vurma. Hələ də yığılıb, hələ ilk maaşımı çıxardıb xərcləyə bilməmişəm. Mən əlbəttə ki, buna pis baxmıram. Əgər xanımın əlindən gəlirsə, hər hansı bir işlə məşğul olmaq, elə evin içərisində telefon vasitəsilə çox gözəl bir şeydir. İnsan öz qazancını əldə edə bilməsi və onu istədiyi kimi, istədiyi yerə xərcləyə bilməsi çox gözəldir. Allah bütün xanımlara qismət eləsin. Əlbəttə ki, sırf yəni öz üçün işləməyi nəsib eləsin də, yəni ailə başçılarının da hər birinin canı sağ eləsin, tək işləsinlər. Bizim də heç nəyə ehtiyacımız olmasın. Aranızda hər hansısa bir işlə sırf yəni öz ehtiyaclarını qarşılamaq üçün məşğul olan xanımlar varsa yorumlarda yazsın. Hansı işlə məşğulsuz, fabrikdə işləyirsiniz və yaxud başqa bir satış məsləhətçisiniz, yorumlarda yazın. Mənə də maraqlıdır. Görün məni ancaq evdar xanımlar izləyir, yoxsa pul qazanan xanımlar da izləyir. Çox maraqlıdır mənə. Hardasa yarım saat, 40 dəqiqədir mən bunları təmizləməyə çalışıram. Bütün fırçalar falan hansı səliqəsiz qoymuşdum deyə qeyri də səndəmə axıb və bu günə qalıb. İndi bu qabı tolayacağam. Bu qabla birlikdə bunları da tolayacağam. Çünki bunu ilk bu dırnaq düzəltməyə başlayanda almışdım və çox lazımsız bir şeydir. Həm də gücü zəifdir deyə tezdən gedib belə Temudan belə bir freezer sifariş eləmişdim. Bunu da Temudan almışdım, amma çox zəif gücü var da. Yəni heç manikür belə eləmir demək olar ki. Həm də dəqiqə başı zaratkası da qurtarır. Bu da onun başlıqlarıdır. Belə indi lazım olduqca nəsə salfetka falan bunun içinə ataram. Bu qabla birlikdə artıq zibilə gedəcək. Çünki təmizlənməyi də çətindir. Mən başlayayım. Saat hardasa 1-ə işləyir uje. Mən başlayayım biraz dırnaqlarımı sərgiyə salam. Uşaqlar bağçadaykən rahat-rahat işimi görüm. Qızlar, bir əlimdəki gelin hamısını çıxartdım. Digər əlim hələ ki qalıb. İndi burada geli çıxartdım. Bir dənə manikür eləyəcəm. Dırnaqlarım da çox zəifdir. Görək, inşallah qəşəng bir şey çıxar ortalığa. Və manikürüm də hazır. İndi bu əli rahat eləyirəm qızlar. Hardasa bir yarım saata falan da həm manikürü, bir 20 dəqiqə, 30 dəqiqədə yenə lakı sökmək. İndi digər əlim məni qorxudur. İstəyirəm hər ikisini qəşəng səliqəli eləyim. Həm də rahat-rahat eləyirəm ki, çox tələsmədən eləyim ki, hamısı səliqəli olsun. Üstündə indi gel yoxdur heç birinin. Manikürümü də elədim. Biraz burada xırdalıqlar qalıb. Əllərimi də yudum. İndi gərək baza çəkim, sonra gel. Dizaynı bugün eləyim ya yox onu bilmirəm, amma digər əlimdə qalmasını istəyirəm, digər əlimdə səliqəli eləmək istəyirəm, ona görə də əsas geli çəkim. Məncə dizayn qalacaq başqa bir günə. İndi bu xırdalıqları da götürüm, daha sonra baza ilə geli çəkim. Və qızlar, dırnaqlarımı bitirdim. Bu əlimi belə sadə saxladım, amma biraz vaxtım olanda, nə vaxtsa 1-2 günə falan digər əlimdə bir dizayn eləmişəm. Niyə birinci bunu göstərdim? Bir dəqiqə. Birinci bu əlimi göstərim sizə, necə bir şey elədiyimi. Belə portağal şəkli çəkdim, biraz olaqlar elədim, bir dənə fransuzca elədim, French. İki dənəsini də belə sadə saxladım. İndi fikirləşirəm ki, gələn dəfə 1-2 günə vaxtım olanda bu ortadakı dizaynı, çünki digərləri üçün yer saxlamadım, gərək ağ rəngdə yer saxlayardım. Heç olmasa bir dənə French ya da portağal çəkməyə.
Amma o yer saxlamadım deyə bir dənə belə bir ya da 2 dənə belə bir dizayn eləyərəm. Bu əlimə də əlavə eləyərəm dizaynlardan. Çünki səhərdən mən bu işlə məşğulam, evin işim qalıb. İndi gedim buraları tez yığalım, daha sonra gedim mətbəxi səliqəyə salım. Birazdan da uşaqlar gələcəklər. Amma çox xoşuma gəldi bu əlim. Artıq bitirmişəm, top qat falan da çəkdim. İnşallah qaşınma falan olmaz, tez düşməzlər. Çünki çox qəşəngdir, xoşuma gəldi. Belə qızlar, gördüyünüz kimi 5 saata mən bu dırnaqları bitirdim. Və soyuq kofemi də götürdüm, düşdüm həyətə. Hətta həyətdə, balkonumda çox gözəl dəyişikliklər eləmişik. Növbəti vlogda bu barədə danışacağam və sizinlə də paylaşacağım. Artıq burada da vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.